Salam əziz şagirdlər. Bugünkü video izahında Ekspres Təhsil Mərkəzinin 30 noyabrda keçirilən bilik yarışı sınaq imtahanının 8-ci siniflər üçün düşən riyaziyyat testlərinin izahını verəcəm. Deməli, əvvəl kurs haqqında məlumat verim. Ekspres Təhsil Mərkəzi Qəbələ şəhərində yerləşir və bu sınaq imtahanında iştirak edərək siz Ekspres Təhsil Mərkəzinin güzəştli şərtlər daxilində təhsil almaq imkanı qazana bilərsiniz. Yəni, güzəştli təhsil alma imkanı qazana bilərsiniz və əlaqə nömrəsini qeyd eləmişəm. 050 548 55 99 və 070 548 55 99 və əlaqə nömrəsi əlaqə saxlaya bilərsiniz. Başlayaq sınavımızın izahına. Birinci sualdan başlayaq, yəni 21-ci sualdan. Deməli, 20-ci sualda belə bir sualdır. Düz xətt üzərində 4 nöqtə qeyd olunub. Düz xətt üzərində 4 nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayını tapın. Düz xətt üzərində 4 nöqtə qeyd olunubsa, C və D, A, B, C, D nöqtələr qeyd olunubsa, siz bilməlisiniz ki, hər nöqtədən 2 şua çıxar. Hər nöqtədən 2 şua çıxar. A nöqtəsindən bu vəziyyətdə, bu vəziyyətdə, B-dən bu vəziyyətdə, bu vəziyyətdə, C-dən bu vəziyyətdə, D-dən isə bu vəziyyətdə 2 şua çıxar və ümumi olaraq 4 nöqtədən bir düz xətt üzərində olan 4 nöqtədən 2 vurulsun 4 bərabərdir 8 şua çıxar. Əlavə olaraq başqa bir şey deyim bu şualar haqqında. Əgər şua bu formada verilərsə, bilin ki, hər nöqtədən, məsələn, belə bir nöqtələr verilib, bilin ki, hər nöqtədən artıq bir şua çıxacaq. Buna səbəb bunun bir tərəfi qapalı olduğu üçün, məsələn, A nöqtəsindən hərəsindən bir şua çıxacaq. Çünki A-dan çıxan bu tərəfə gələn şua artıq qapalı olduğu üçün ona artıq biz şua yox, parça deyəcəyik. Amma düz xətt üzərində qeyd olunduğu üçün və 4 nöqtə qeyd olunub, deməli 8 şua çıxır. Keçək 22-ci suala. 22-ci sualda şərti belə verib, 2 bölünsün x, 6 bölünsün z və y bölünsün 5. Bu şərt daxilində bizdən soruşulan y bölünsün x plus z. Deməli, biz burada x-in yerinə 2, z-in yerinə 6, y-in yerinə 5 qoysaq, 5 vurulsun 2 üstə gəl 6. 200-ün 6 8 vurulsun 5 bərabərdir 40. Cavab olar E variantı. Keçək 23-cü suala. 23-cü sualda 5000 manata alınan mal 5% ziyanla neçə manata satılır? Başlanğıc olaraq bizim məhsulumuz 5000 manata alınıb. Bu 100%'dir. 5% ziyanla satılan bir şey 95%'e satılır. X'i tapsaq, tənasüb formasında həll edirik. Çarpaz vururuq. X'i vururuq 100'ə. 5000'i vururuq 95'ə. 5000'dən 100 ixtisar gedər. X bərabərdir 50 vur 95. Kənarda bunu vuraq. 95 vur 50. Deməli 0 0 5 kere 5 25 5 kere 9 45 47 0 5 7 4. Deməli neçə manata satılır? 4750 manata. Cavab D variantı. Gələk 24-cü suala. 2 düz xəttin kəsişməsindən alınan bucaqlar 3-7 nisbətində olarsa, kiçik bucağı tapın. 2 düz xəttin kəsişməsi. Bu formada 2 düz xətti kəsişdirsəm mən, 2 düz xətti kəsişdirsəm, alınan bucaqlar 3
3K və 7K kimi baxmalıyıq. Səbəb nədir? 3K, 7K kimi baxmamıza səbəb nədir? Deməli, burada 3K və 7K. Burada alınan bucaqlar, ilk növbədə məlumat verim qısa olaraq. Burada alınan bucaqlar bu formada bucaqlardır. Məsələn, alfa, beta, fi bucağı və x bucağı desək, alfa və beta qonşu bucaqlardır. Alfa və fi qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Qonşu bucaqların cəmi 180 dərəcədir. Və burada görürük ki, biz 3-7 nisbətinə fərqli nisbətlərdə bölündüyü üçün deməli bunlar qarşılıqlı yox, qonşu bucaqlardır və qonşu bucaqların cəmi 180 dərəcə olur. 3K üstəgə 7K 180, 10K bərabərdir. 180, K bərabərdir 18. K-nı 18 tapdıqdan sonra bizdən kiçik bucağı soruşur. Yəni 3 vur 18 bərabərdir 54 dərəcə. Böyük bucağı soruşsaydı 7'ni 18'e vurardıq. 7 kere 8 56, 7 kere 1 7, 5 de 7 12 126. Bizden kiçik bucağı soruşur. Cevap olur 54 C variantı. Geldi 25'e. 25 maraqlı sualdır. Yazır düzbucaqlının uzunluğunu 80%, enini isə 10% artırsaq, sahəsi neçə faiz artar? Bir dənə düzbucaqlı çəkək. Biz ilk növbədə belə bir şey düşünək ki, sən bu düzbucaqlının enini və uzunluğunun hər ikisini 10 götür. Niyə 10 götür? Yəni kvadrat olmanın heç bir problemi, sıxıntısı yoxdur da. Yəni 10 və 10 santimetr bu formada götürsən, sənin üçün hesablama daha rahat olacaq. Düzbucaqlının uzunluğunu 80% artırdıq. Yəni biz ilk növbədə şəkildə verdiyimiz düzbucaqlının sahəsini hesablasaq, 10 vur 10 bərabərdir 100. Sahə olar 100. Sonra yeni bir düzbucaqlının artıq uzunluğunu 80% artırırıq. Uzunluğunu 80% artıranda onu 80% artırmaq nə deməkdir? 10 100%'dir. Bir şey 80% artırırsa 180% olur x. X'i tapsaq buradan 10 vur 180 böl 100'e olar 18. Artıq yeni tərəf olub 18. Digər tərəf 10% artırır, yenə 10. 100%, 10% artan bir şey 110 olar. Y bərabərdir 110 vur 10 böl 100'e. İxtisar getsə 11 olar. Yeni tərəf olur 11. Və yeni tərəflərə görə biz artıq yeni düzbucaqlının sahəsini hesablasaq, 18'i vurarıq. Deməli, belə deyək. S bərabərdir 18 vur 11'e. 18'i vuraq 11'e. 1 kere 8 8, 1 kere 1 1, 8 1, 8 9 1. Olar yeni sahə 198. İndi baxaq, əvvəlki sahəmiz 100 idi. İndi sahəmiz 198 oldu. Neçə faiz artdı? 98% artar. Cevap olur D variantı. Keçək 26. suala. 26. sualda belə bir sualdır. 53 dərəcə 46 dəqiqə 73 saniyə bərabər olan bucağı qonşu bucağı tapın. Qonşu bucaq. İlk növbədə biz belə düşünək ki, qonşu bucaq nə deməkdir? Açıq bucaq. Şəkli də səliqəli çəkək. Deməli, məsələn, belə bir şəkil çəksək, məsələn, bura mən verirəm 20 dərəcə. Bu bucağı, alfa bucağını tapmaq üçün 180 dərəcədən 20 dərəcəni çıxarım. Eləyir 160 dərəcə. Yəni 20 dərəcə qonşu olan bucaq olur 160 dərəcə.
İndi burada bizdən verilən 53 dərəcə 46 dəqiqə 73 saniyəyə qonşu olan bucağı bizdən istəyir. Bunun üçün də biz əslində 180 dərəcədən çıxmalıyıq 53 dərəcə 46 dəqiqə 73 saniyəni. Amma bu cür suallarda artıq bizim normal hesabladığımız, yəni natural ədəddən çıxmaq kimi deyil. Biz 180 dərəcəni parçalayıb yaza bilərik belə. 179 dərəcə 60 dəqiqə. Burada artıq saniyə də verildiyi üçün bunu təzədən mən parçalayıb belə yazaram. 179 dərəcə 59 dəqiqə. Artıq 1 dəqiqanı verirəm saniyəyə. 60 saniyə. 60 dəqiqə idi. 1 dəqiqəsini verdim saniyəyə. 60 saniyə 1 dəqiqə olduğu üçün. Və yenə də biz görürük ki, burada bizə verilən saniyə 73 saniyə yetərli deyil. Yenidən biz bunu 179 dərəcə 59 dəqiqədən 1 dəqiqəsində saniyə verirəm. Olur 58 dəqiqə 120 saniyə. Artıq bizə kifayət eləyir və buna qonşu olan bucağı tapmaq üçün 53 dərəcə 46 dəqiqə 73 saniyəni çıxıram. 0-dan 3 çıxsam 7 eləyər. Deməli 10-dan 3 çıxıram. 11-dən 7 çıxsam 4. Burada qalar 8-dən 1 vahid vermişdim. Normal qayda hesablayırıq. 7-dən 6 çıxsam 1. 5-dən 4 çıxsam 1. Deməli, burada səhv getdi uşaqlar. Deməli, burada belədir. Bir də başdan çıxaq. 10-dan 3 çıxsam 7. 11 qalıb 11-dən 7 çıxsam 4. Artıq burada 0 qalır. 8-dən 6 çıxsam 2. 5-dən 4 çıxsam 1. 9-dan 3 çıxsam 6. 7-dən 5 çıxsam 2 və burada qalır 1. Deməli 126 dərəcə 12 dəqiqə 47 saniyə. Cavab olur C variantı. Keçdik 27-ci suala. 80 qram 25% duz məhlulundan neçə qram duz var? 80 qram 100% bir məhluldur. Və 25% duzlursa x qramı. Elə x'i tapaq buradan. 80 vur 25 bölünsün 100'ə. Tənasüb qaydasından həll edilir. Yəni x'i vururuq 100'ə olur 100x, 80'i vururuq 25'ə. Buradan x'i tapmaq üçün 100'ə bölməliyik. 100'dən 25 ixtisar edər. Burada qalar 1, burada qalar 4. 80'i 4'ə böləndə düşər 20. Cavab olur D variantı. Deməli, gəldik 28-ci suala. 28-ci sualda həlli belədir. Tənasübdür. Tənasübü hesablayaq. 7'də 3 bərabərdir. 12 bölünsün 5x üstə gəl 18. Çarpaz vuraq. 7'ni vuraq 12'yə. 3'ü vuraq 5x üstə gəl 18. 7'ni 12'yə vursaq 84. 3'ü 5'ə vursaq 15x üstə gəl 3'ü 18'ə vursaq 54. 84'ten çıxsaq 54'ü bərabər eləsək 15x'a 15x bərabərdir. 84'ten 54 çıxanda 30, x bərabərdir 2. Bizdən x'i soruşurdu 2. Cavab B variantı. Gəldi 29'a. 29-cu sualda belə bir şeydir. 6 fəhlə bir işi 12 gündə görərsə, həmin işi 9 fəhlə neçə günə görər? Biz bu cür məsələlərdə, ümumiyyətlə iş məsələlərində, hovuz məsələlərində çox yox, amma işçi məsələlərini biz bilməliyik ki, bu düz mütənasibdir, yoxsa tərs mütənasibdir. Buradan artıq biz görürük ki, bu ifadə tərs mütənasibdir. Səbəb nədir? 6 fəhlə bir işi 12 günə yerinə yetirirsə, fəhlənin sayı artsa, həmin işə ayrılan zaman
azalmalıdır. Yəni sərf olunan zaman azalmalıdır. Deməli bu tərs mütənasib, tərs mütənasib cəmiyyətləri də bu formada vururuq. Olur. 9 vur x bərabər 6 vur 12, 9x bərabər 72, x də bərabərdir 8. Cavab olur D variantı. Həm də bir şey yadınızda saxlayın ki, bu cür cəmiyyətlərdə üçlü cəmiyyət olsun, dörtlü cəmiyyət olsun fərq eləmir. İş bütün cəmiyyətlərlə düz mütənasibdir. Yəni iş bütün cəmiyyətlərdən düz mütənasib olur. Gəldik 30-cu suala. 30-cu sualda belə bir sualdır. 3də 1 hissəsi 16 olan ədədin 8də 3 hissəsini tapın. Hansı ədədin 3də 1 hissəsi 16-dır? Bilmirik. Ona görə yazırıq x ədədi. 3də 1 hissəsi 16-ya bərabərdir. X-i tapaq 48. 3də 1 hissəsi 16 olan ədəd. Yəni 48-in 3də 1 hissəsi 16-dır. Həmin ədədin 8də 3 hissəsini istəyir bizdən. 48 vur 8də 3 ixtisar getsə 6, 6-nı 3-ə vursaq 18. Cavab D variantı. Keçək 31-ci suala. 31-ci sual adi onluq kəsrlərə aid olan sualdır. Və bu xassəni siz bilməlisiniz. Yəni dövri onluq kəsrlərə aiddir. İlk növbədə mövzudan xırda bir məlumat verim. Dövri onluq kəsrlərin açılışı bu formada olur. Məsələn, tutalım ki, sıfırdan dövrdə A saf dövri onluq kəsirdir və saf dövri onluq kəsirdə dövrün içərisindəki ədədin sayı qədər kəsirin məxrəcinə 9 yazılır. Dövrün içərisindəki ədəd isə dövrün sürətində yazılır. Qarışıq dövri onluq kəsirdə isə bu formada bir şeydir. Məsələn, belə bir ifadə versə tutalım ki, dövrün içərisindəki ədədin sayı qədər 9 yazırdıq. Dövrdən kənardakı ədədin sayı qədər 0 yazırdıq. Dövrün içərisindəki ümumi ədəddən dövrdən kənardakı ədədi çıxmalıyıq. İndi gələk sualımızın izahına. Belə bir sualdır. 0 tam dövrdə 7, üstə gəl 0 tam dövrdə 3, 0 tam dövrdə 15, 0 tam dövrdə 85. Saf dövr onluq kəsirdir bu. 9-da 7, 9-da 3, 99-da 15, 99-da 85. Sadələşdirək. 9-da 10, 99-da 100. 9-da 10-u 99-da 100-ə böldükdə tərsinə çevirib vurmaq lazımdır. 100-də 99. 10-la 100 ixtisar gedər. Burada qalar 10. 9-dan da 99 ixtisar gedər. Burada qalar 11. 10'da 11. Bu da eləyir 1 tam 10'da 1. Cavab eləyir A variantı. Geçdik 32-ci suala. 32-ci sualda belə bir sualdır. Deməli, kök altında 5 üstə gəl kök altında 2'nin kvadratı çıx kök altında 40 çıx 2. Müxtəsər vurma düsturu sadələşdirək. Kök altında 5'in kvadratı 5. Üstə gəl 2 vur kök altında 5 vur kök altında 2. Üstə gəl 2 çıx kök altında 40 çıx 2 bərabərdir. 5'in üstünə 2 gəlsə ya da bu 2'lər elə islah olar buradan. 5 buradan da üstə gəl. Bu 5'i bir yerde yazsam kök altında 10 çıx kök altında 40. Bu özü 2'ni kökün altına salsam 4 vur 10 kimi kökün altına girer. Burada kök altında 40 olduğu için çıx kök altında 40 olar 0. Ve 5 üstə gəl 0. Cevap 5 C variantı. 33'te
Yazıb 3'dən 3'də 1 bölünsün 3'də 1 üstə gəlinsin 2'də 1 üstə gəlinsin 1 tam 4'də 9. Sadələşdirək. İlk növbədə biz mötərizənin içərisini cəmləməliyik. 3'də 1'in üstünə 2'də 1 gələndə 6'da 2 3 6'da 5. Sonra 3'dən 3'də 1'i düzgün olmayan kəsrə çevirək. 3'də 10. Vurma olduğu üçün, bölmə olduğu üçün tərsinə vururuq. 5'də 6. 10'dan 5 ixtisar gedər. Burada qalar 2. 3'dən də 6 ixtisar gedər. Burada qalar 2. 2'ni 2'yə vursaq 4. Üstə gəlinsin 1 tam 9'da 9 kimi açılır. Burada 1 üstə gəlinsin 2 deməli 4 üstə gəlsin 2 cavab eləyər 6 C variantı. 34'ün izahına keçək. Çoxluqlara aid çox gözəl bir sualdır. 34. Deməli 34'də şərtə baxsaq N A birləşmə B bərabərdir 12. N A kəsişmə B bərabərdir 3 olarsa N A fərqi B üstə gəl N B fərqi A bərabərdir 0. Bu sualın izahını mən belə verəcəm. Deməli bəzi hallarda bu sualları şagirdlər düsturu əzbərləyərək keçirlər və düsturu fikir olaraq qarışdırırlar ki, mən düsturu əzbər yadımda qalmır. Düsturun əzbər formasını indi deyəcəm. Birinci əzbər olmayan formada yazım izahını verim, sonra əzbər formada göstərəcəm. Deməli, mən çoxluğu həll eləmək üçün 2 dənə çevrə çəkirəm. Deməli, bu iki çevrənin A birləşməsi B. A'nın B'dən birləşdiyi hissə haradır? Məsələn, tutalım ki, bu A çoxluğu olsa və bu B çoxluğu olsa, A'nın B'dən birləşdiyi hissə bunun tamamı. Tam A'nın B'dən birləşdiyi. Bəs A'nın B'dən kəsişdiyi hissə haradır? Bu hissə. Və əlavə olaraq da şərti bizə verib. A B'dən kəsişir. A'nın B'dən kəsişdiyi hissə buradır. Neçə dənə element var? 3 dənə. A'nın B'dən birləşdiyi ümumi hissədə isə 12 dənə element var. Fikirləşək ki, A'da X element var. B'də Y element var. Onda 3 dənəsi kəsişibsə, bu hissə göstərirəm, başqa rəngdən göstərək bunu. Məsələn, tutalım ki, göstərək sizə bu rəngdən. A'nın B'dən fərqi hansı hissədir? Bax, bu hissə. Bu hissə A'nın B'dən fərqidir. A'nın fərqi B'dən. Bəs B'nin A'dan fərqi haradır? Bunu da bu rəngdən göstərək. Məsələn, bu hissə isə B'nin A'dan fərqidir. B'nin A'dan fərqi. İndi burada bir məsələ var. Birləşmə bunların hamısının cəmin. Artıq düsturu da görürsünüz ki, düstur buradan çıxır. Yəni biz tutalım ki, düstur formasını yazsaq, N A birləşmə B. Yəni başa düşmək lazımdır bunu. Əzbər formasını yox. Birləşmə görürsünüz ki, birləşmə hesablasam mən N A fərqi B'nin üzərinə kəsişdiyi hissəni gələrəm. Onun üzərinə də həmin bu fərqi gələrəm. Artıq gördünüz ki, yəni düstur hardan gəldiyin öyrənmiş oldunuz. Və yerinə qoysam 12 bərabərdir
NA fərqi B üstəgəl NB fərqi bizi onu soruşur bizdən. A fərqi B üstəgəl NB fərqi A üstəgəl 3. Biz də NA fərqi B üstəgəl NB fərqi A bərabər 3'ü keçirək. O tərəfə 12 çıxılsın 3 bərabərdir 9. Cavabımız olar A bəndi. Düsturun çıxarılışını gördünüz. Deməli, bəs düstursuz ümumi olaraq necə yaza bilərəm? Düstursuz belə yazmaq olar ki, uşaqlar bunu. Düstursuz belə yazmaq olar ki, məsələn, sən A fərqi B-yə, biz A-ya x çoxluğu demişiksə, A fərqi B-yə artıq mən buradan x çıxılsın 3 yaza bilərəm. Və B fərqi A-ya da y demişiksə, bura biz y çıxılsın 3 deyə bilərik. Və buradan nəticə olaraq biz ala bilərik ki, x çıxılsın 3 üstəgəl 3 üstəgəl y çıxılsın 3 bərabər say olaraq 12'yə. 3'lər gedər. X üstəgəl y bərabər olar 15'ə. X üstəgəl y deməli bərabər olarsa 15'ə, ümumi çoxluqların sayı olaraq 15'dir. X üstəgəl y bərabərdir 15 olar. Və ümumi olaraq biz buradan 3'ü 2 dəfə qeyd elədiyimiz üçün 15'dən də 6'nı çıxsam ümumi çoxluğumuz olar. 15 tapdıq x plus y 15. Bizdən A fərqi B və B fərqi A-nı soruşur. A fərqi B nəyə bərabər idi? X çıxılsın 3'ə. Üzərinə mən y çıxılsın 3'ü gəlsəm. X üstəgəl y-in yerini gətirib 15 qoysam və bundan 6'nı çıxsam, mənfi 3 çıx 3, 6 eləyir. Cavab yenə nə olar? 9A variantı. Yəni düstursuz da bu formada hesablaya bilərsiniz və düsturun da hardan çıxdığını özünüz gördünüz. Belə qəşəng sual idi. Maraqlı sual idi. Keçək 35-ci suala. 35-ci sualda belə bir sualdır. Kök altında 150 çıxılsın kök altında 24 çıxılsın kök altında 54. Aha, burada bizə nə deyir? Biz bunları hissə parçalamalıyıq. 150'ni mən yaza bilərəm belə. 50 vurulsun 3 çıxılsın. 24'ü yaza bilərəm belə. 8 vurulsun 3 çıxılsın. 54'ü yaza bilərəm belə. 27 vurulsun 2 bərabərdir. Kök altında 50'ni təzədən mən yaza bilərəm. 25 vur 2 vur 3 çıxılsın. Kök altını 8 yaza bilərəm. 4 vurulsun 2 vurulsun 3. Kök altını 27'ni də yaza bilərəm belə. 9 vurulsun 3 vurulsun 2. 25'ten kök çıxar 5. 2 vuruş yerində qalar. 2'ni 3'ə vuran 6 eləyər. Çıxılsın. 4'ten kök çıxar 2. Yenə 2 vuruş qalar. 6 eləyər. Çıxılsın. 9'dan kök çıxar 3. 6 eləyər. Bərabərdir. Deməli 5'ten 2 çıxanda artıq burada siz görürsünüz ki, hamısı kök altında olduğu üçün. Elə kök altını mürtəzə xaricdən çıxardıram. Onlar 5 çıx 2 çıxılsın 3. 5'ten 2 çıxanda 3, 3'ten 3 çıxanda 0. 0'ı da kök altında 6'ya vuranda eləyər cavab 0 variantı. 35'te cevap oldu. Geldi 36'ya. 36 natural ədədlər mövzusuna əkəba aiddir. Əkəb 24 50. 24 sadə vuruqlarına ayıraq. 2 12 2 6 2 3 3 1. 50'ni ayıraq. 2 25 5 5 5 1. Əkəbdə xassəsi necə idi? Ortaq vuruqları 2'dir.
ortaq vuruq 2 olduğu üçün ən böyük həddi və ya hər hansı bir həddi götürə bilərsən. Məsələn 50-ni mən götürərəm. Ortaq olmayan vuruqlara vuraram. Ortaq olmayanlar da bulardır. 2, 2 və 3. 2, 2 və 3. Deməli 50 vur 4 vur 3. 50-ni 4-ə vursaq 200, 200 3-ə vursaq 600. Cavab C variantı. Gəldik 37-yə. 37-yə belə bir səliqəli bir şunsı şəkil çəkək. Deməli bizdən nə istəyir? Burada verib bizə 4x plus 9 və 2x çıxılsın 3. Əgər 2 paralel D1 və D2, əgər 2 paralel düz xətt 3-cü düz xəttdən kəsişirsə, siz bilin ki, alınan iti bucaqlar bir-birinə bərabər olur. Məsələn, tutalım ki, alfa, burada da alfadır, bunlar bir-birinə bərabər. Alınan bütün kör bucaqlar bir-birinə bərabərdir və əlavə olaraq da bir iti, məsələn, bura bir beta yazsam, bir iti və bir kör bucağın cəmi həmişə 180 dərəcə olur. 2 paralel düz xətt 3-cü düz xəttdən kəsişdikdə. Deməli, burada 4x üstəgəl 9 üstəgəl 2x çıxılsın 3 bərabər 180 dərəcə. 4x üstə 2x gəlsəm 6x çıx 6, daha doğrusu üstəgəl 6 bərabərdir 180 dərəcə. 6-nı mörtəzə xaricdən çıxartsam x üstə gəlsin 1 bərabərdir 180 dərəcə. 180 16 x-a gedər. X üstə gəl 1 bərabərdir 30. X-də bərabərdir 29 dərəcə. Cavab olar A variantı. Gəldik 38-ci suala. Yine 38-ci sualda uzunluğu 72 cm olan AB parçası üzerinde C nöqtəsi bu parçanı 3-5 nisbətində 2 parçaya ayırır. Bu parçaların fərqini tapın. Bir dənə düz xətt çəkək, parça çəkək və parçanın üzərində nöqtələri quraq. AB deyirsə, birinci təpə nöqtələr uzunluğu 70 kilo AB parçası deyirsə, bil ki, yəni parçanın təpə nöqtələri A və B-dir. Və üzərində C nöqtəsi qeyd olunmuşdur. Üzərində də bir C nöqtəsi qeyd olunub. Və C nöqtəsi parçanı 3K, 5K nisbətində 2 parçaya bölür. Deməli, 3K və 5K nisbətində bölürsə, 10 hissəyə bölsə belə, bu 10 hissənin cəmi həmin parçanın uzunluğuna bərabər olmalıdır. 3K üstə gəl 5K bərabərdir 72-yə, 8K bərabərdir 72, K bərabərdir 9. K-nı 9 taparaq bu parçaların fərqini tapın. Və bu fərqini tap deyirsə, onsuz da parçaların uzunluqları 3K, 5K nisbətinə bölüb. 5K'dan mən 2K çıxaram. 3K qalar. Daha doğrusu 2K yox. 5K'dan 3K çıxaram. 2K qalar. 2K. Və 2-ni vuraram 9-a, eləyər 18. Yəni, belə də tapmaq olar. Və yaxud da ki, elə hissələri taparam. 3K-nı taparam. K-nı yerinə gətirib 9-u qoyaram, eləyər 27. Yəni, bu hissə olar 27. Digər hissədə 5-i 9-a vuraram, 45. Yenə də 45-dən 27-ni çıxaram, 18 almış olaraq cavab B variantı. 39-da bizdən nə istəyir? Baxaq görək. 3-dəki ədədinin əksi ilə tərsinin cəmini tapın. Deməli, bir ədədin əksi, məsələn, A ədədinin əksi nədir? Mənfi A. Bəs A ədədin tərsi nədir? Bu əksidir. Uşaqlar, əksi. Yəni, əksi və yaxud da ki, mənfi A-nın əksi, mənfi A-nın əksi A-dır. Bəs A ədədin tərsi nədir? Tərsi. Tərsi 1 bölünsün A-dır. Və yaxud da ki, 1 böl A ədədinin tərsi nədir? A ədədidir. Deməli, 3-dəki ədədinin əksi. 3-dəki ədədinin əksi mənfi 3-dəki eləyər. Bəs
Deməli, tərsi nədir? Cəmin sonucu. Tərsi isə 2-də 3 eləyir. Yazaram belə mənfi 3-də 2 əksi ilə tərsinin cəmi soruşur. 1 tam 2-də 1. Gətirərəm 1 tam 2-də 1-dən. Elə 3-də 2-ni çıxaram. 3-də 2-ni çıxaram. Ən yaxşısı elə bunu düzgün olmayan kəsir formasını çevirib çıxmaqdır. Məsələn, bu nə eləyər? 2-də 3 çıxılsın 3-də 2. Ortaq məxrəc kimi 6-nı göstərsək, bura 3, 3-ə vursam 9 çıxılsın. 6-nı 3-ə bölsəm yenə 6-da, bunu 2-yə vursam 4, cavab eləyər 6-da 5. Cavab eləyər A variantı. Bildiniz də bunu düzgün olmayan kəsirə çevirib çıxmaq daha rahatdır. Bir var ki, məsələn, 1 tam 2-də 1-dən 3-də 2 çıxsam, normal vəziyyətdə belə olacaq. 2-dən 3-ə ortaq 6-dır. Bunu vuraram 3-ə, bunu vuraram 2-yə. 3 çıxılsın 4 qalacaq. Burada başqa nə edirəm? 1 tamı parçalamalıyam məcbur. 1 tamı parçalamalıyam. 6-da 6. Bu kəsiri ayrıca yazsam. Üstə gəl 6-da 3. Çıxılsın 6-da 4 formasında yazmalıyam. Və bu da olur 6-da 6-nın üstünə 3. 9 çıxılsın 4. Eləyər 6-da 5. Yəni eyni ifadəyə gəlir. Keçək sonuncu suala. 40-cı sual. Bu da natural ədədlər mövzusuna aid, onluq sayı sistemlərinə aid bir sualdır. Yazıb A vur B bərabərdir 605 olarsa A üstə gəl B bərabərdir sual və şərtdə də onsuz da B-nin natural ədəd olduğunu verir. Biz onluq sayı sisteminin açılışını bilirik. A-nın açılışı olur 10-a üstə gəl A vurulsun 10B üstə gəl B bərabərdir 605. 10-anın üstünə gələndə 11A 11B 605. Deməli, 11-i 11-ə vuranda 121 vur A vur B bərabərdir 605. 605-i 121-ə bölək görək. Tam bölünərmi? 121-ə. Bölünür. 5 qalır. 5 kere 5, 5 kere 2, 11 yadda 6, 0. Bəli, bölünür. A vurulsun B bərabərdir 5. A vurulsun B 5'dir və A B'nin natural olduğunu bizə deyirsə, deməli biz A'ya 1, B'yə 5 kimi baxmalıyıq. Yəni fərqi yoxdur. İstəyirsən A'ya 5, B'yə 1 kimi bax. Yenə də hasil 5 olur. Yəni belə deyək ki, əgər iki ifadənin hasili sadə ədəddirsə, bil ki, ifadənin hər hansısa biri 1-ə bərabərdir. Bax, iki ifadənin, məsələn, tutalım ki, belə bir ifadə verib. A vur B bərabərdir 19. Əgər iki ifadənin hasili sadə ədəddirsə, deməli, ifadələrdən hər hansı biri 1-ə bərabərdir. Məsələn, bu sualların bəzi çətin nümunəsi belə bir şey göstərə bilərəm. A üstə gəl B. Videonu çox uzatmaq istəmirəm, amma yenə də göstərim. Məsələn, belə bir ifadə verib. Tutalım ki, sən artıq bu ifadəyə baxanda bilməlisən ki, iki ifadənin hasili sadə ədəddir. Buradan başa düşməlisən ki, deməli, bu ifadələrin biri hökmən 1-ə bərabərdir. Biri isə həmin sadə ədədin özünə. Bu ifadələrdə hansı 1-ə bərabərdir? Yəni ki, ikisi də natural ədəddirsə, A çıxılsın B ədədi 1-ə bərabər olar. A üstə gəl B ədədi isə 19-a bərabər olmalıdır. Artıq buradan sistem tənliyə gəlir. Onu həll edib tapmaq mümkündür. A üstə gəl B cəmini soruşur bizdən və buradan biz 1 üstə gəlsin 5 bərabərdir 6 almış olarıq və cavab olar C variantı. Sınaq yaxşı sınaq idi. İçərisində çətin, orta və asan suallara yer ayrılmışdı. Dinlədiyiniz üçün təşəkkür edirəm və suallardan səhvlərimizə yenidən baxaraq, tətbiq eləyərək öyrənin. Sağ olun, təşəkkür edirəm.